Mən məsələn Azərbaycanda çoxsaylı yerlərdə məntiqlə bilirəm ki, filan yerdə qızıl var. Bu vaxta kimi tapılmış yeganə qızıl pullardan ibarət dəfinədir. Ağsu dəfinəsi. Məni çoxları qınadı ki, sən niyə aparıb onu verdin dövlətə? Mən Bakıda bu xəbəri eşitdim, həyəcan təbliğ qaldırdım. Günlərin bir günü muavinim. Bir də gördüm mənə zəng vurdu. Qafar müəllim, bilirsiniz nə çıxıb? Dedim da dalın dedim. Sizə bir informasiya. 2000 il, 3000 il yaşı olan qılınclar görərsiniz. Bunlar hamısı o qara arxeologiyadan gələnlərdir. Son 7-8 ildə bir 6-7 dəfə müəyyən cinayətkar dəstə tutulub. Torpağın üstündə nələr görürsünüzsə, dünya miqyasında, o cümlədən Azərbaycan miqyasında, lap Bakı şəhərin miqyasında nə görürsünüzsə, ən azı 10-15 qat daha artığı torpağın altındadır. Torpaq qədim yadigarları biz insanlardan daha yaxşı qoruyub saxlayır. Dəfinə ərəb sözüdür. Dəfn etmək sözündən əmələ gəlib. Yəni, insanlar nadir əşyaları, daş-qaşı, qızılı haradasa gizlədiblər. 2012-ci ildə tədqiqat apararkən Orta əsr Ağsu şəhərində orada böyük bir buzxana, ambar aşkar elədi. Deməli, buzxana, ambar yer səthindən 7 metr dərinlikdədir. Möhtəşəm divarlar, yeri bişmiş kərpiclə döşəməsi bağlanıb, üstü bişmiş kərpiclə zamanında tağvar formada bağlanıb. Buzxana nədir? Yəni, Ağsu təbiətən çox isti olan bir yerdir. Orada şəhərin ehtiyat ərzaq ambarıymış o. Yəni, sabahları bir qıtlıq ola bilər, bir müharibə şəraiti ola bilər, şəhərin ərzaqla təchizatında problem yarana bilər, onda onu ehtiyat ambardan istifadə üçün. Həmin məqsədlə tikilmiş bir ambardır. Ona həm də buzxana deyirlər. Hələlik Azərbaycanda elmən bəlli olan buzxanaların ən böyüyü biz Ağsuda aşkar elədik. Deməli, buzxananın içərisi başa-baş bişmiş kərpic topaları ilə dolu idi. Vaxtilə ola bilsin özü uçub, ola bilsin onun içərisində top mərmilərini tapdıq. Rus ordusuna aid top mərmisi çıxdı. Ola bilər mərmi ilə vurublar, tağ dağılıb. O dağıntıların içərisində günlərin bir günü mənim ekspedisiyada muavinim bir xanım var, Elmira Abbasova. Elmira xanım iş üstündə, mən kənardaydım o gün, o məqamda. Bir də gördüm mənə zəng vurdu. Qafar müəllim, bilirsiniz nə çıxıb? Dedim da dalın dedim. O saat mən anladım ki, nədir? Çünki belə şeylərdə informasiya təhlükəsizliyi önəmli məsələdir. Yəni, sizə birər informasiya, məndən tez gedib o dəfinəni götürə bilən olar. Dərhal mən hadisə yerinə getdim, gördüm ki, qızıllar çıxıb. 37 ədəd qızıl puldur. Dərhal mən onu sənədləşdirdim. Bütün işçiləri orada bir 20-yə yaxın fəhlə işləyirdi, elm işçilər. Hamını yığdım o əraziyə, çəkiliş apardım. Onu sənədləşdirəndən sonra gəldik arxeoloji bazada oturub təhlilini apardıq, araşdırması. Bəlli oldu ki, bu Holland dukatlarıdır. 18-ci əsrə aid Holland dukatları. Holland qızıl dukatları dünyada ən dəyərli valyuta hesab olunub. Bu vaxta kimi mən demək istəyirəm ki, 100 ildən çoxdur ki, arxeoloji tədqiqatlar gedir. Arxeoloji tədqiqatlar xətti ilə tapılmış yeganə qızıl pullardan ibarət dəfinədir. Ağsu dəfinəsi. Və onun maraqlı bir tərəfində deyim, həmin dəfinə tapılandan sonra onu belə nadir tapıntı kimi siyahıya düşdü və 2 gün sonra onu biz tapanda şənbə günü idi. Birinci gün, həftənin birinci gün gəldim mən Bakıya, institutun direktoruna məruzə elədim, pulları göstərdim və dedim, siz Tarix Muzeyinin direktoru ilə danışın, bunları aparaq muzeyə təhvil verək. Çünki bu cür nadir əşyalar ancaq Tarix Muzeyinin, Milli Azərbaycan Tarix Muzeyinin nadir əşyalar fondunda saxlanılmalıdır. Məni çoxları qınadı ki, sən niyə aparıb onu verdin dövlətə? Mən şəxsən iştirakçısı və rəhbər olduğum ekspedisiyalar xətti ilə öz əlimlə, aktla Tarix Muzeyinə 44 ədəd qızıl predmet təhvil vermişəm. Təkcə qızıl pullardan əlavə medalyon olub, qızıl sırğalar olub. Orada göstərmişəm sizə Dəmirçi nekropoluna
iki dənə nadir qızıl sırğalar çıxdı ki, bazar dəyəri deyə bilmərəm nədir, amma elmi dəyəri son dərəcə dəyərli bir şeydir. Təsəvvür edin, o bir qadın 46 yaşında olan bir qadının qəbrindən çıxıb o sırğalar. Həmin qəbirdə bilirsiniz nə qədər daşqaş var idi? 2500 ədəd daşqaş var idi. Bəzək nümunəsi, sinə bəzəkləri, nə bilim, qulaq bəzəkləri, baş bəzəkləri, tərkibi əqiqdən tutmuş qiymətli daşlara qədər. Sırğalar da onun içində və orada bir dənə də, bilmirəm siz gördünüz, görmədiniz, gümüş fibula var. Roma istehsalı olan gümüş fibula. Çox nadir bir tapıntıdır. Onun bir dənəsi, ona bənzəri 50-ci illərin əvvəllərində Mingəçevir tədqiqatları zamanı tapılıb. Bu ikinci nümunədir və ən yaxşı qalan nümunədir. Nəzərə almaq lazımdır, yerin təkində nə varsa, o mənim həyatımdır, sənin həyatındır, Həsənin həyatı dəxli yoxdur. Yerin təkində hər nə varsa o dövlətə məxsusdur. Tarix boyu bütün dövrlərdə dəfinələr, dəyərli əşyaların qarət olunması, axtarılması işləri olub. Şəki rayonu ərazisində son 7-8 ildə bir 6-7 dəfə müəyyən cinayətkar dəstə tutulub polis tərəfindən. Lap bu yaxınlarda keçən ilin söhbətidir. İsmailli rayonunun Lahaç qəsəbəsinin üstündə Niyal qalası var. Onun yaxınlığında isə Mustafa xanın Ağsu şəhərini dağıdıb, yuxarıda Fitdada şəhər salıb. Şəhərin qalıqları var. Həmin ərazidə qızıl axtaranlar neynəsə yaxşıdır. Gedib bir neçə ay orada çadırlar qurublar, xüsusi texnik aparıblar, generatorlar aparıblar, orada dağ axtarışlar aparıblar. Təsəvvür edin, hər gün Lahaç qəsəbəsindən ora bir aşağısı bir 7-8-10 nəfər adam muzlu fəhlə kimi gedib gəlib. Mən Bakıda bu xəbəri eşitdim, həyəcan təbliğ qaldırdım. İnsanlar var ki, illərdir bu qarətçilik işi ilə məşğuldur. Hətta inanınız, 2 il bundan əvvəl bir nəfər şəxs, nə bilim, hansı vasitələrlə mənim telefonumu tapıb, zəng vurub, gəlib akademiyada mənimlə görüşüb, deyir ki, filan yerdə qızıl var, biz onu istəyirik gedib araşdıraq, siz də bizə kömək eləyəsiniz. Deyirəm, nətər kömək? Deyir, orada işləmək üçün, burada institutdan bir kağız versinlər, gedək biz işləyək. Deyirəm, siz kimsiniz? Bu qanunsuz bir şeydir. Azərbaycanda arxeoloji tədqiqatlarla, mən arxeoloqam. Mən özüm gedib haradasa nəsə qaza bilmərəm, ixtiyarım yoxdur. Mənə gərək institut bu ilə bağlı xüsusi əmr verə, tərkib formalaşa, əmrin əsasında vəkalətnamə verə, yəni icazə vərəqəsi. Və o icazə vərəqəsini mən aparıb Mədəniyyət Nazirliyində qeydiyyatdan keçirməliyəm ki, oradakılar da bilsin ki, mən harada, nə vaxt iş görəsiyəm. Mən məsələn, Azərbaycanda çoxsaylı yerlərdə məntiqlə bilirəm ki, filan yerdə qızıl var. O qeyri-qanuni yollarla mənə gəlib təkliflərlə çıxan var ki, filan yerdə qızıl var, filan yerdə qızıl var. Bilirsiniz, bu qızıl hərisliyi ötəri bir hissdir. Bizim torpağın altında yatan tariximiz qızıldan da, brilyantdan da çox-çox dəyərlidir. Ən böyük dəfinə o torpağın altında yatan tariximizdir. Qiymətli əşyalar bütün dövrlərdə gizlədilir, gizli yerdə saxlanılır. Pul dəfinələri də xüsusilə. Onlar heç bir halda cümana gələn yerdə gizlədilməyib. Çıxaq saat Bakı neçə yerdə görərsiniz antik əşyaların satıldığı yerlər var. Orada 2000 il, 3000 il yaşı olan qılınclar görərsiniz. Çox saylı sikkələr görərsiniz. Bunlar hardandır? Bunlar hamısı o qara arxeologiyadan gələnlərdir. O qeyri-qanuni axtarışlar aparırlar, qazıntılar. Onlar gətirirlər, həmin yerə satırlar. Mən tam əminliklə deyirəm ki, bizim mağazalara, deyək ki, antik əşyalar satılan yerlərə nə qədər gəlirsə, indi sərhədlər bağlıdır, indi biraz çətindir. O qədər bizim tarixi, mədəni dəyərlərimiz ölkədən xaricə daşınıb. O 300 yaşı olan qılıncın əgər üstündə sertifikatı, etiketi varsa ki, bu həqiqətən mənim ulu babam Həsənin qılıncıdır, buyursun satsın. Amma orada qılıncların da, deyək sikkələrin də, nadir əşyaların da heç birinin mənsubiyyəti bəlli deyil. Sadəcə bu
deyək ki, bir alver predmeti kimi adam satır. Mağazalarda çox küllü miqdarda tarix mədəni dəyərlər gəlir və bunlar 100%, 100% demirəm, 500% deyirəm. Arxeoloji abidələri dağıtmaq yolu ilə mənbə oradan gəlir. Qeyri-qanuni yolla, qara arxeologiya deyirlər buna. Qeyri-qanuni yolla aparılmış, özdə bu qazıntı deyil, dağıntıdır. Arxeoloq, məsələn, biz bir yeri qazanda onu bəzən bıçağın ucu ilə, iynə ilə, nə bilim, qaşovla, üfürə-üfürə, təmizləyə. O, həmin adamlar elə eləmir. O, müasir cihazları, dağıdıcı generatora qoşur, tar, dağıdır, tökür. Oradan abidə getdi. Dədə Qorqud filmində bir şey var. Deyir ki, o torpağı ki, qorumayacaqsan, onu əkib becərməyə dəyməz. O torpağı ki, əkib becərmirsən, onu qorumağa dəyməz. Biz bu vətəni, onun dəyərlərini həm qorumağa, həm öyrənməyə, həm də təbliğ eləməyə borcluyuq.